Əli Kərimli, arvadının ağzına itəliyim, Əli Kərimli. Nəslində nə qədər qız gəlin var, hamısının ağzına itəliyim. Necədir Əli Kərimli, xoşun gəlir? Bu Qabil Məmmədova dəstək verib ortalığa atmışsınız. Sən, Qənimət Zahid, sonra Əfqan Muxtarlı dəstək verib ortalığa atmışsınız. Bax, sizin hamınızın arvad uşağınıza soxum. Nəslinizdə nə qədər qız gəlin var, hamısının ağzına soxsun bu dünyanın kişiləri. Necədir, ləzzəti var? Qabil Məmmədov arvadın Aytənin ağzına çaldırım. Evindəki 15 yaşındakı qızının ağzına qutarım. Necədir, ləzzəti var? Sizin götünüzə pas soğacağım. Siz mənə qarşı qəhbəliyirsiniz. Sizin nəslinizin ağzını qayıracağım. Peysər. Başa düşdünüz? Qənimət Zahid, Əfqan Muxtarlı. Sizin evinizdəki arvadlarınızın ağzına qutarım. Oğlanlarınızın papağına şişim. Qızlarınızın dillağına boşalım. Kayfı var, ləzzəti var. Atım peysərə, soxum sizin kimi müxalifətim var yoxuna mən. Soxum sizin kimi blogerin anasına, bağışsına, nəslinə soxum. Sənin kimi jurnalistin Qənimət Zahid nəslinə soxum, tayfasına soxum. Kayfı var, atım peysərə yaşayın. Hər gün sizi təhqir eləyib alçaldacağım, hər gün. Siz ki mənə qarşı qəhbəlik elədiniz. Siz ki mənə qarşı, siz ki bu Qabil kimi qəhbənin balasını dəstək verib. Oturum almağında belə dəstək vermişsiniz. Dəstək verib, onu önə çəkib, ekranlarınıza çıxarıb, gündəmə gətirdiniz. Və təzədən də Qabil Məmmədov o gündəmdən, o auditoriyadan istifadə edib, mən Rafael Piriyevin əleyhinə çıxır, sizin hamınızın arvadınızı, uşağınızı sikəcəm. Başa düşdünüz? Sizin qanınıza soxacam. Sizin nəslinizdə nə qədər qız gəlin var, hamısının ağzına boşalım. Sizin tayfanıza soxum. Əfqan Muxtarlı, deyirsən qazıyam. Səni kimi qazının bağışsına soxum mən. Səni kimi qazının arvadına soxum, Əfqan Muxtarlı. Sənin ananın qəbir daşına şiyim. Əli Kərimli, sənin o qəbirdə yatan anan var, ənənin o çürümüş kəllə sümüyünə şiyim. Var yoxunda nə qədər qız gəlin var, hamısının ağzına boşalım. Hadi gedin atın peysərə. Hər gün belə qısa videolar çəkib götümüzə pas soxacam. Ananızı, bacınızı qayıracam. Qabil Məmmədov sülaləvə soxum. Arvadın Aytanın döşünün üstünə boşalım. Nəsərdir, xoşum gəlir? Ən pis, ən mundar söyüşlərinə sizi biabır eləyəcəm hər yerdə. Növbəti videolara davam. Atın peysərə yaşayın. Sizin var yoxunuza soxum, tayfanıza soxum.